müsəlman mülayim olmalıdır. Kobud olmamalıdır. Müsəlmanın əxlaqı gözəl olmalıdır. Xüsusilə də fikir verin, valideyn öz övladına qarşı necə olmalıdır? Mehriban olmalıdır, səmimi olmalıdır və onlara qarşı sərtlik göstərməməlidir. Çünki sərtlikdə heç bir xeyir yoxdur. Necə ki, hədisdə də Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu. Əgər bir şeydə mülayimlik olmazsa, o şeydən mülayimliyi çıxarılarsa, mütləq nə olar? O şey deyir, zərərə uğrayar. O şeyə xələl gələr. Deməli, əziz qardaşlar, hər bir valideynin üzərinə düşən mühüm məsələlərdən biri övladına tərbiyə əsnasında, xüsusilə də az yaşından, uşaqlıq dövründən bax bu məsələyə diqqət yetirməsi vacibdir. Yəni mərhəmət göstərməsi, lütf göstərməsi, uşağa körpəlikdən, yəni ona qarğış etmək, bəddua etmək, söymək, alçaltmaq, təhqir etmək yol verilməzdir. Buna bizim dinimiz yol vermir. Və hər bir müsəlman valideyn buna diqqət göstərməlidir. Valideyn öz övladına söyməməlidir, onu təhqir etməməlidir. Əksinə, valideyn öz övladını gözəl şəkildə çağırmalıdır. Yəni, valideynin, atanın və yaxud da ki, ananın öz övladına mülayim rəftarı səbəbdir ki, övlad yaxınlaşsın valideynə və həmçinin valideyni sevsin. Nəticədə ata öz övladına nəsiyyət etdikdə övlad o nəsiyyəti qəbul edəcək. Hamısı bir-birinə bağlıdır.